Təəssüf ki, bizim qaldırdığımız suallara, irəli sürdüyümüz iddialara heç bir ciddi cavab yenə də səslənmədi. Yalnız ümumi cavablar, mövzunun yanından keçmək və yaxud da ki, mən şadam ki, hər halda bəzi oponentlərimiz artıq konstitusiyanı diqqətlə oxumağa başlayıblar, hətta tarixlə tanış olmağa başlayıblar. Bunlar yaxşı əlamətlərdir. Oxumağa davam etdirmək lazımdır. Oxumanın heç bir ziyanı yoxdur. Məsəl üçün, maraqlı bir kitab var. Bu kitabın müəllifi yazır ki, Azərbaycan konstitusiyasında 2 dəfədən çox eyni adamın prezident seçilməsi yasaqlanıbdır. Və izah edir ki, eyni adamın dəfələrlə prezident seçilməsi avtoritarizmə gətirib çıxarır, ölkənin inkişafına ziyan gətirir. Geniş yazıbdır, mən bunu vaxt itirmək istəmirəm, sadəcə bu fikir çatdırıram ki, o hesab edir ki, bu yasaq demokratik bir yasaqdır və bu yasağın aradan qaldırılması avtoritarizmə xidmət edir. Bu kitabı mən yazmamışam, bu kitabı hər hansı bir müxalifətçi yazmayıb. Bu kitabı Azərbaycan Respublikasının prezident aparatının şöbə müdürü Şahin Əliyev yazıbdır. Şahin Əliyevin kitabıdır. Və burada deyilir ki, 95-ci ildə konstitusiya qəbul edilir, zaman axır, zaman dəyişir, yeniliklər lazımdır. Necə olur ki, 95-ci ildə konstitusiya qəbul edilən vaxt avtoritarizmə xidmət edən bir müddanın qarşısı alınıbdır burada, o yasaq qoyulubdur orada. Sonraki müddətdə də prezident aparatının əsas hüquqşünasları 95 konstitusiyasının müəlliflərindən biri olan, yəqin ki, çox yəqin ki, rəsmi də olmasa, indiki referendum haqqında müəlliflərindən biri olan Şahin Əliyev o zaman belə düşünür, indi nə dəyişibdir? Hansı dəyişiklik baş verib ki, indi belə bir addıma ehtiyac var, Azərbaycanı biabr eləyəcək, Azərbaycanı dünya miqyasından nüfuzdan salacaq bir addıma nə ehtiyac yaranıb, bunu hələ ki bizə heç kim izah eləmir. Təşəkkür edirəm ki, Əli müəllim, Əli Əhmədov cənab etiraf elədi ki, Azərbaycana elə xoşbəxtliyi Əliyevlər ailəsi ilə bağlıdır, ancaq Əliyevlərin hakimiyyət dövründə Azərbaycanda inkişaf gedə bilər, bunu etiraf etdi. Yəni, Azərbaycanın Əliyevlər dövründə hansı günə düşdüyü bəllidir. Və o da bəllidir ki, müstəqil Azərbaycan Respublikasını Heydər Əliyev qurmayıbdır. Müstəqil Demokratik Azərbaycan Respublikasının böyük liderimiz Məhəmməd Əmin Rəsulzadə qurubdur 1918-ci ildə və 1991-92-ci illərdə də Əbülfəz Elçibəy bunu bərpa edibdir. Siz istər Rəsulzadənin ünvanını, istər Elçibəyin ünvanını, istər o hakimiyyət dövrünün ünvanını, istər nə fikirlər söyləyə bilərsiniz. Ancaq o 1918-20 və 1992-93 o 3 il Azərbaycan tarixinə işıqlı səhifələr kimi düşəcək. Zaman gələcək, bunu hamı da etiraf edəcək. Ancaq indiki dövrü hamımız bir yerdə yaşayırıq. Hamımız bir yerdə bu problemləri görürük. Ona görə də burada indiki mərhələdə güya